Bu kez yolumuz can Azerbaycan'a, şehadetle yoğrulmuş Karabağ topraklarına. Bir milletin yıllar süren özleminin, hasretin, direnişin ve haklı zaferin yüreğinde atıyoruz adımlarımızı. İki devlet, tek millet. Bir yanda Türkiye, bir yanda Azerbaycan. Aynı kalbin iki yarısı, aynı davanın iki bayrağı, aynı ezanın sesinde birleşen kardeşlik. Türkiye'nin ve Azerbaycan'ın kahraman evlatları aynı dava uğruna şehadete yürüdü. Kimi analarının gözyaşında, kimi Karabağ'ın dağlarında, kimi tarihin destan sayfalarında yerini aldı. Onlar gitti ama geride şeref, gurur ve büyük bir emanet bıraktılar. Karabağ'ın özgürlüğü şehitlerimizin kanıyla yazıldı. Şehit tahtında bugün Azerbaycan'dan sesleniyorum. Ben İtkin Şehit Dadaşov İlhamın anasıyam. Mənim evladım itkin düşüb 1992 yıl iyun ayının 19'unda. Əlbəttə ki, hər bir evlad anası için şirindir, gözəldir. Analar çalışır ki, evladının yaxşı tərəfini həmişə danışsın, desin. Mənim evladım 5 yaşında Quranı bitirmişdi. Bakıda onun gənclik illəri 90-cı illərin 20 yanvar hadisələrinə təsadüf elədi. Onun gəncliyi 90-cı illərə düşdü. Çox mehriban uşaq idi, səmimi, sakit. Məktəbdə hamı xeyirxah uşaq olduğunu deyirdi. Çox sevirdi məni. Heç vaxtı ana sözündən çıxmırdı. Onu mənim qonum, qonşum, hamı bilirdi ki, o necə uşaqdır. Heç vaxtı ona deməmişdim ki, bunu oxuy, bu hərəkəti elə. Heç vaxt o öz yanından oxuyurdu da, işi də görürdü. O 92-ci illərdə hamı yığılıb, uşaqlar yığılıb, ermənilərin üstünə gedən zaman mən onu avtobusdan saldım ki, getmə. Ona pis təsir eləmişdi o. Gəldi ki, mama, sən yaxşı hərəkət elədin. Dedim, mən ona acıqlandım ki, ana torpaq, ana torpaq. Ana torpaq eləsə bir də sənindir, hamı indi ana torpaq. Baxdı, dedi, sən ana torpağın mənasını başa düşürsən. Dedim, torpaqdır, bu da anadır da. Mən sual verdim, ama insan dünyaya gələndə, mən dünyaya gələndə məni sən qucağına nətər verdilər. Dedim, yudular, səni pülünkaya püktülər, getdilər, verdilər belə. Bəs dedi, dünyadan köçəndə insanı neynirlər? İnanırsan, özüm dəli oldum onun sualına. Erməni müsəlman haqq hesaba başlayanda mən artıq onu saxlaya bilmədim. O əvvəl əskəri idi Leningradda, Rusiyada. Orada Rusiya dağılandan sonra gəldi. Gələndən sonra da voyenkomata ərizə yazdı. Mən onu saxlaya bilmədim. Dedi, onsa mən Qarabağa gedəcəm. Xocalı hadisəsi başlayandan sonra, Xocalıdan sonra heç mümkün olmadı. Dedim, mən dözə bilmərəm. Orada qırılanlar hamısı mənim ana bacımdır. Ana torpaq bax dedi, mən torpaq üçün yaranmışam. Bilirsiniz, bizdə evladdan pay olar, torpaqdan pay olmaz. Mən evladımı torpağa pay verdim. Çünki oğul düşman çəpəridir. Mən düşmana çəpər verdim oğluma. Pay verdim. Ta ki mənim torpağım alınsın. Düşman tapdağı mənim torpağımda dəyməsin.
Ancaq o da onu fikirləşirdi. Bax, dedi, insan dedi, nətər anadan olanda ananın qucağına verirlər. Anası onu sevə-sevə qəbul edir. Dünyadan köçəndə də onu gətirib dedi, torpağa tapşırırlar. Torpaq da onu elə sevə-sevə qəbul edir. Bax, ana torpaq budur, mama. Ana torpaq. Mənim dedi, axır yerim oradır. Torpaq mənə ağuşunu alır. O torpağı dedi, mən dedi, düşmana verə bilmərəm, pay verə bilmərəm. Mən evdəydim. Demək, onunla döyüşən uşaq gəlib. Bizdə məktəbə yaxındır bizim evimiz. Uşaq bizim evi xəbər alıb ki, Dadaşov İlhamgilin evi hansıdır? Deyiblər filan, nədir onun xəbərdir? Deyiblər ki, İlham vurulub qalıb dağda götürmək olmur. Orada məktəbdə işləyənlər ona deyiblər ki, anaya yaxın durma. Ana ya səni öldürəcək bu xəbəri görə, ya da özünü öldürəcək. O dözə bilməyəcək. Sentyabr ayının 22-si mən hazırlaşırdım balamın yanına getməyə. Həmin dövrdə ordu yox idi, yemək yox idi orduda. Çünki Ruslar hamısını dağıtmışdılar. Kimin imkanı var idi, uşağının yanına gedirdi, nəyə gücü çatırdı, aparırdı. Biz də yığdıq, yemək cadıraqladıq uşaqlara əskəriyə aparmağa. Getdim məktəb, Əhməd Ağamın məktəbində, Ağdamda. Məktəbdə çasları var idi, onların 20 yanvar çasları. Getdim ora. Ora çatanda uşaqlar dedi ki, İlhamı götürə bilmirik. İlhamla baxan 3 uşağı da orada qalıb. Minalayıblar, beyitləri götürə bilmirik. Mən orada aylarla qaldım. Əskərlərlə bir yerdə yatdım, bir yerdə durdum. Dedim, bəlkə götürərlər uşağımı. Da uşağımı apararam, götürə bilmədilər. Minaladılar da, meyitlər minaladılar ki, kim onların meyidin gəlib götürsə, onu götürən özü də orada partlasın. Bax, elə işgər görmüşlər onlar. Çox çətinliklə, çox çətinliklə. Da bundan sonra Qarabağ müharibəsi olmayacaq. Zəfər qazandıq biz. Bütün dünyaya məlum oldu ki, bu torpaqlar Azərbaycanındır. Azərbaycan öz torpağını heç kimə verməyəcək, bütövlüyü. Bundan sonra gələn körpələr heç olmasa aydın samada yaşasın. Gülləsiz, tüfəngsiz, səssiz, bomba səsinə ayılmasın. Vallahi, mən sülhə səs verirəm, bir ana kimi, bir itkin anası kimi. İstəmirəm ki, bundan sonra müharibələr olsun. Tək mənim evladım yox. Bütün şəhid olan balaların hamısı ancaq bu arzu ilə onlar döyüşürdülər ki, mənim torpağım, Azərbaycanın torpağı bütöv olsun. Təsdiq olunsun ki, bu Azərbaycan torpağıdır. Türkiyə deyəndə qardaş, dost. Bir qardaş qardaşa arxa çevirər. Arxamızda durdu qardaş kimi Türkiyə. Bizə kömək oldu. Arxalandıq. Niyəsə arxalandıq. Sağ olsunlar. Qələbəmizdə Türkiyənin yeri böyüdü. Ona görə də biz hər yerdə öz bayraqlarımızla yanaşı Türkiyə bayrağını da ucaldırıq. Qardaş kimi. Bu yaxınlarda mən
Getmişdim Türkiyədə. Onların aeroportda mənə qarşı olan şəhidə qarşı, şəhid anasına qarşı olan məhəbbətin, hörmətin gördüm. Çox böyük hörmət elədilər. Çox böyük yanaşdılar. Şəhid anasıdır dedilər. Bax, onda bildim ki, hə, biz kürəyimizi yaxşı yerə dayamışıq. Sağ olsunlar. Ayrılmaz millətik. Dinimiz bir, dilimiz bir, hər haqsabımız bir, soyumuz bir. Əlbəttə ki, Türkiyə bizim üçün can deməkdir, qardaş deməkdir. Bir annenin yıllara meydan okuyan sesiyle, yüreğinden yükselen dua ile başladık yolculuğumuza. Saçlarına düşen kırlarla yıllara direnen bir annenin yüreğinden Karabağ'ın acısı ve gururu aktı bize. Şimdi ise aynı toprakların yükünü omuzlayan iki kız kardeşin hikayesine uzanıyoruz. Bir annenin gözyaşıyla iki kız kardeşin sessiz direnişi buluşuyor. Çünkü bu topraklarda şehadet bir ailenin değil, bir milletin ortak kaderi. Bəstir Rəhimova, Məhi qızı, Azərbaycan rayonunun, Azərbaycan Respublikasının Ağdam rayonunun Gülaplı kəndinin sakini. 9 qardaşik, 6 bacı, 3 qardaş, bir qardaşım şəhid olub. Mən Gülxar Məhərrəmova, Məhi qızı. Yoldaşım var, bir qızım var. Biz 9 qardaşıq, 6 bacı, 4 qardaş. Biri şəhid oldu, biri də çocuq vaxtı rəhmətə getdi. Dünya dolu bir insan idi. Çox gözəl bir qardaş idi. Mən ondan ən çox yaxın olmuşam ondan. Bir yerdə olmuşuq, oynamışıq, uşaqlığımız bir yerdə keçib. Dağda oynamışıq, quz otarmışıq, məktəbə bir getmişik, bir gəlmişik okula. Çox gülər idi, çox gülər üzü idi. Heyvan çox sevərdi, heyvanları çox sevərdi, saxlayardı, özü göyərçinlər saxlayardı. Çox yaxşı idi. Mən onu gətirdim, əskərdən gələndən sonra gətirdim, öz yanımda işə düzəltdim. Bir yerdə işləyirdik. İş yoldaşları ilə də səmimi idi, yaxşı idi. Okuldan sonra o əskərliyə getdi. Sovet dönəmində əskərliyin çəkdi, gəldi. O burada işə düzəldi, bacımla bir yerdə işləyirdi. Sonra müharibə başlanmışdı. O gələndə müharibələr, ermənilərlə bizim aramızda olan müharibələr başlamışdı. Gedirdi, postlarda dururdu uşaqlarla, bizim kəndin adamları, uşaqları, cavanlar hamısı gedirdilər, postlarda dayanırdılar. Qarol çəkirdilər də ermənilərlə kəndə girməmək üçün. Vəziyyət nətərdir Qarabağda, kənddə vəziyyət necədir? Yəni müharibəyə görə tez-tez gəlirdi kəndə, gedirdi uşaqlarla. Qarabağ vətən, vətənimiz idi. Amma oranı çox istəyir. Biz yayda işləyirdik burada. Onunla məzuniyyət götürüb gedirdik kəndə. Hər yay gedirdik kəndə, oranı çox istəyirdi. Hamı öz vətənini çox istəyir. Vətən hamı üçün şirindir. Ancaq bizimki çətin oldu, çox çətin. Bizim elə bil rayonun özü, kəndimizin özü 3 tərəfdən erməni tərəfləri, yuxarıda, aşağıda, yanlarda. Bir dənə Ağdama çıxış yolumuz var idi. Bir dənə oradan çıxıb Ağdama gedə bilirdik. Belə çətin oldu. Gecə anamgil hələ orada olan vaxtı. Anamgil gecə gedib qaya dağlar var idi. Dağların üstündə sürüləcək daşlar var idi. Gecələr orada yatırdılar, gündüz qayıdıb gəlirdilər evə. Ki, birdən gecə erməni hücum çəkər, yaşlı adamdılar da, ora şey olmasın, qalmasınlar orada. Onun üçün ən əziz yer oraydı, kəndimiz idi, gözəl yer. Deyirdi, mən burası kəndsiz yaşaya bilmərəm. Qarabağ mənim ürəyimdir. Öz elim, öz obam, hamısının ən əziz yerim buradır mənim üçün. Dünyanın harasına gedirsən get, buradan əziz yer yoxdur mənim üçün. Elə deyirdi həmişə, çox sevirdi oranı.
En son konuşmam, biz qaçqın düşmüşdük gedəndə. Biz qaçqın düşmüşdük, buradaydıq. Və o atam anam mənə tapşırdı. Atam anamı mənə tapşırdı ki, dedi mən gedirəm, sən evin ağsaqqalısan. Mənim yerimə ağa sən olasan bu evdə. Hər işin arxasında sən durasın. Ondan da bu günə qədər mənimlə ancaq atam anam rəhmətə gedəndən sonra vəziyyət pis oldu. Çox acınacaqlı vəziyyət idi bizim üçün. Çox. Biz 10 il bilmədik ki, həyat nədir. Arada biraz gəlirdi, gedirdi. Bir dəfə gəldi, anam biraz ağladı. Anama dedi ki, niyə ağlayırsan? Mənlə deyir, elə oğlanlar gedib ki, hündür boy mənlə də, mən onların yanında heç nəyəm deyir. Elə oğlanlar şəhid olur. Danışırdı, anam ağlayırdı. Sonra axırıncı dəfə getdi, özü də tankda iş, tankçısı idi. Sonra kəşfiyyata getdi. Gecə ilə gediblər kəşfiyyata ilə. Füzulinin Qaraxanbəyli kəndinin üstündə orada vuruşda olub. Vuruş qutarandan sonra qayıdıb gələndə nəsə atıblar maşın, yenə 10 nəfər olublar, 10 nəfəri də şəhid oldu uşaqlar. Mən dedim, yaralanıb, ancaq demədim də öldü. Oğlanlar gəldi, iş yoldaşlarımız gəldi, hamısı töküldü. Vayinlər gətirdi. Vayinlər gətirdi. Atam razılaşmadı, bastırmağa. Dedi, açmasanız, baxmasam, görməsəm. O dönəm yaxşı deyildi vəziyyət. Dedi, açıb mən baxacam, uşağımdırsa ondan sonra aparacaq, inanaram. Atam, anam, elə bil bacı qardaşlarım hamını çıxartdılar bayrağa, qapını bağladılar. Vayinlər icazə verdi, açdılar özləri. Baxdıq elə bil ki, qardaşım yatmışdı. Gül kimi, kukla kimi elə bil uzanıb yatmışdı. Atam öləndə də məni evimə apar dedi. Atam öləndə də dedi, mənə ayaqqabılarımı gətirib, mən aparım evimə. Anam dedi, mən gedim, anam öləndə torpaqlar alınmışdı. 21 yanvarı idi də, anam bildi, koronadan öldü anam. Anam bildi, o torpaqlar alınıb. Biraz təngi nəfəsliyi var idi, nəfəs çatışmamazlığı var idi. Dedim, aparacam ora, oradan da aparacam. Çadır qurmaq olsun, sən aparacam kəndə. Deyirdi, hə, ey bala, bir nəfəs alardım, bir nəfəs alardım, ürəklə nəfəs alardım o kətdə mən. Qürur mənbəyidir. Vətənimiz üçün, vətən üçün, torpaq üçün hamısı şəhid olub bütün. Allah hamısını rəhmət eləsin, Allah məkanların cənnət eləsin. Qardaşımın şəhid olmağı bu mənim üçün qürur mənbəyidir. Ən uca, ali bir yerdir, oradan uca yeri yoxdur. Həyatda insan yaşayırsa, bir dəfə yaşayır. Onu da qürurla yaşayıbsa, qeyrətlə yaşayıbsa, o onun ən uca zirvəsidir. Ondan uca zirvə ola bilməz. Türkiyə bizə, Qarabağa bir arxa oldu. Bizim millətimiz, biz həmişə bir yerdə bilmişik. Türkiyə, Azərbaycan. Biz heç vaxt seçim etməmişik ki, bizim üçün Türkiyə ayrıdır. Seçim olunmayıb bizdə. Həmişə fikirləşmişik, Erdoğan, bizim İlham Əliyev, ikisi bir prezident olubdu, bizim üçün fərqi yoxdur. Məsələn, mənim bacım deyir ki, Erdoğan mənim qardaşımdır. Həmişə belə deyilib bizdə. Şəklini həmişə WhatsApp-a qoyur, bacım bayramlarda, zadda həmişə qoyur ki, o mənim deyir, niyə qoysan onu, mənim qardaşımdır. O vaxtda Erdoğan İlham Əliyevlə bir yerdə qarşılaşdılar, görüşdülər, danışdılar nəsə. Mən onda o qədər sevinirdim ki, deyirdim, kaş Allah ona dünya durduqca ömrü versin. İşləyən vaxtı, mən işləyirdim onda. O işləyən vaxtı qız, iş yoldaşım vardı, otururduq, deyirdik ki, nə yaxşı ki, bu Türkiyə ilə biz belə yaxın olmuşuq. Dilimiz bir, dinimiz bir, elə bil dövlətimiz bir, bayrağımız bir, millətimiz bir.